Yaradılış 22-ci fəsil. İbrahimin sınağa çəkilməsi. Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O, "Ey İbrahim" deyə çağırdı. İbrahim, "Buradayam" dedi. Allah dedi, "Sevdiyin yeganə oğlunu İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim elə." İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə 2 nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı. Qalxıb Allahın dediyi yerə yollandı. İbrahim 3-cü gün başını qaldırıb uzaqdan o yeri gördü. O, nökərlərinə dedi, "Siz eşşəklə birlikdə burada qalın. Mən uşaqla ora gedəcəyim. Səcdə eləyib yanınıza qayıdarıq." İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın kürəyinə qoydu. Odu və bıçağı isə özü götürdü. İkisi birlikdə getdilər. İshaq atası İbrahimi çağırdı. "Ay ata," o cavab verdi. "Buradayam oğlum." İshaq dedi, "Od və odun var, bəs yandırma qurbanı olacaq quzu hardadır?" İbrahim dedi, "Oğlum, yandırma qurbanı olacaq quzunu Allah özü hazırlayacaq." İkisi birlikdə getdilər. Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü. Oğlu İshaqın əl qolunu bağlayıb qurbangaha odunların üstünə qoydu. İbrahim əlini uzadıb oğlunu kəsmək üçün bıçağı götürdü. Rəbbin mələyi göylərdən onu çağırdı. "İbrahim, İbrahim." O, "Mən buradayam" dedi. Mələk dedi, "Uşağa əl qaldırma, ona bir şey eləmə. İndi bildim ki, sən Allahdan qorxursan, öz yeganə oğlunu məndən əsirgəmədin." İbrahim başını qaldırıb baxdı. Arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim elədi. İbrahim o yeri Yahve-İrə adlandırdı. Buna görə də indiyə qədər belə deyilir, Rəbbin dağında hazırlanacaq. Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi, "Rəbb bəyan eləyir, öz varlığıma and içirəm ki, sən bu iş elədiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə mən sənə böyük xeyir dua verəcəyəm. Nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir dua alacaq. Çünki sən mənim sözümə qulaq astın." Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı. Onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu. Naxorun nəsli. Bir müddət sonra İbrahimə xəbər verib söylədilər. Budur, Milka qardaşın Naxora oğullar doğdu. İlk oğlu Uz, onun qardaşı Buz, Aramın atası olan Gemuel, Kesed, Xazo, Pildaş, İdlaf və Betüel. Betüeldən Rivqa törədi. Bu 8 övladı Milka İbrahimin qardaşı Naxora doğdu. Onun adı Reum olan cariyəsi də Tebahı, Qahamı, Taxaşı və Maakanı doğdu.